Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın beynəlxalq siyasi və iqtisadi gündəmində artan rolunu bir daha təsdiqlədi. Xüsusilə qarşı tərəflərin təşəbbüsü ilə baş tutan danışıqlar göstərdi ki, Azərbaycan artıq qlobal enerji təhlükəsizliyi, regional sabitlik və strateji tərəfdaşlıq baxımından mühüm aktora çevrilib. BMT ilə əməkdaşlıq isə Azərbaycanın təşəbbüskar ölkə kimi çıxış etdiyini və qlobal çağırışlara aktiv töhfə verdiyini nümayiş etdirir. Prezident İlham Əliyevin Birləşmiş Ştatlara səfəri çərçivəsində keçirilən çoxsaylı görüşlər Azərbaycanın beynəlxalq arenadakı artan nüfuzunun və ölkəyə göstərilən diqqətin bariz göstəricisi oldu. Qarşı tərəfin təşəbbüsü ilə baş tutan danışıqlar ölkənin regiondakı sülh təşəbbüslərinin, iqtisadi əhəmiyyətinin və strateji tərəfdaşlıq potensialının beynəlxalq miqyasda qəbul olunduğunu göstərdi. Dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların təmsilçiləri, eyni zamanda aparıcı investisiya qurumları ilə aparılan müzakirələr Azərbaycanın siyasi sabitlik və iqtisadi etibarlılıq baxımından cəlbedici tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqlədi. Görüşlərdə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan sülh müqaviləsi də xüsusi olaraq təqdir olunub. Finlandiya və Yunanistan kimi ölkələrin bu addımı tarixi nailiyyət kimi qiymətləndirməsi sülh gündəliyinin beynəlxalq miqyasda təsdiqi sayılır. Bundan başqa iqtisadi forumlarda, o cümlədən Xəzər Biznes Forumunda 10 milyard dollarlıq investisiya müqavilələrinin imzalanması Azərbaycan iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafı baxımından mühüm nəticədir. 80-ci sessiyada Azərbaycan Prezidentinin iştirakı və bütövlükdə Azərbaycan-BMT münasibətlərinin hazırki inkişafı üçün yaranan əlverişli mühit gələcəkdə qlobal zəmində tamamilə yeni istiqamətlərin, xüsusən sülh, sabitlik və BMT-nin digər məqsədlərinin realizasiya istiqamətində uğurlu nümunə kimi dəyərləndirilə bilər. Birləşmiş Ştatlar səfərindəki uğurlu görüşlər Azərbaycanın nüfuzunu göstərdiyi kimi BMT ilə əməkdaşlıq da ölkənin qlobal arenadakı rolunu təsdiqləyir. Azərbaycanın BMT ilə əlaqələri müstəqilliyin ilk illərindən başlayır. 1992-ci il martın 2-sində BMT Baş Assambleyasında qəbul olunmuş qətnamə ilə təşkilata üzv qəbul edildi. O vaxtdan etibarən Azərbaycan BMT nizamnaməsinin prinsiplərinə, beynəlxalq hüququn tələblərinə sadiqliyini nümayiş etdirərək qlobal sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayıb. BMT-nin qlobal tədbirlərinə ev sahibliyi də ölkənin fəal rolunu sübut edir. Azərbaycan həm də BMT qətnamələrinin müəllifi və təşəbbüskarı kimi çıxış edir. İtkin düşmüş şəxslərlə bağlı assambleyada qəbul olunan sənədlər, COVID-19 pandemiyası zamanı peyvəndlərə ədalətli çıxışın təmin olunması təşəbbüsləri buna nümunədir. Beləliklə, Azərbaycanın BMT ilə tərəfdaşlığı sadəcə formal əməkdaşlıq deyil, həm də qlobal sülhün, təhlükəsizliyin və inkişafın möhkəmləndirilməsinə yönəlmiş mühüm fəaliyyətin göstəricisidir.